Salam dostlar. Deməli bu arı bizim beta tuttuğumuz arıdır. Hal-hazırda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 çərçivədə olan bir arıdır. Sonuncu çərçivəni artıq arılar qabartmağa başlayıb. Bu şəkildə qabardırlar. Amma bu çərçivənin qabarılması mənə lazım deyil, gərək deyil. Niyə görə? Mən bayaq arılara baxış keçirtdim. Arılar ikinci çərçivəni tamamilə baldır. Yəni burada yumurta fəaliyyəti yoxdur və həmçinin bu çərçivədə də yumurta fəaliyyəti yoxdur. Artıq arı sadəcə nektar yığıb bura, bal yığıb. Bu pətəyi qabartmaq mənim üçün artıq arıya verdiyim əlavə işdir. Yəni israfdır, belə deyək. Balı tam toplasın deyə çıxmış balaların yerinə də bal yığa bilsin deyə bu pətəyi qabartmağa ehtiyac görmürəm. Baxın, yumurtalı çərçivə başlayır. Bu yumurtasız çərçivədir. Elə də güclü arı deyil bu arı. Çıxan yerlərdə arı artıq bala çıxan yerlərdir. Bal yığmağa başlayıb. Yəni ana arı oraya yumurta atmamış, arı bal yığır. Hamısının məsələn bu çərçivəyə. Kiloqram yarımdan çox bal var burada. Çıxan yerlərə artıq arı bal yığmağa başlayıb. Ona görə bu arını bir balaca sıxışdıracam. Necə sıxışdıracam? Pətək qabartmaya ehtiyac yoxdur. Bu çərçivəni götürürəm. Sadəcə kisə vasitəsilə. Kisəni biraz küləklidir. Arılarda agresif. Bu şəkildə sıxıb bu çərçivəni də bölmə taxtası kimi qoyacam bura. Çərçivənin bölünə. Bu şəkildə artıq arılar əlavə pətək hörüb bal istifadə edəməyəcəklər.